DNT, dezoksiribonuklein turşusu, bədənimizin təlimat kitabçasıdır. Yəni, hər bir hüceyrədə DNT var və o bədənimizin necə qurulacağını, necə işləyəcəyini yazan bir kod kimi çalışır. Məsələn, DNT deyir ki, gözlərimizin rəngi nə rəngdə olsun, boyumuzun uzunluğu necə olsun, hətta orqanların necə işləyəcəyini belə DNT müəyyənləşdirir. DNT çox uzun və incə bir ip kimi düşünülə bilər. O ipdə hərf kimi düzülmüş hissələr var. Biz onlara nukleotidlər deyirik. Məsəl üçün A, T, C, C hərfləri. Bu hərflərin düzülüşü sanki cümlələr və kitablar kimi bütün həyati məlumatları saxlayır. İnsan DNT-si təxminən 3 milyard nukleotid cütündən ibarətdir və bizim bütün genetik məlumatımız məhz bu nukleotidlərin ardıcıllığında şifrələnib. Qısaca, DNT bədənimizi idarə edən, formalaşdıran və gələcək nəsillərə ötürülən genetik məlumatların saxlandığı bir növ təbiət proqramıdır.